بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Her şeyden önce Rabbimize hamd olsun, şükürler olsun. Onun Resulü Muhammed sallallahu aleyhi ve selleme Allah'ın salatı, salamı olsun. Elhamdülillah, Rabbimizin bütün nimetlerine şükürler olsun. Her bir nimet, muhterem kardeşler, şükürden artır. Her zaman şükür eləməliyik. Necə ki, Rabbimiz Quran-ı Kerimdə buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər şükür etsəniz, neymətimi artıraram. وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَد۪يدٍ Əgər küfür etsəniz, mənim əzabım çox şiddətlidir. Ona görə möhtərəm qardaşlar, ilk öncə öz nəfsimə, sonra da sizlərə tövsiyə edirəm ki, hər zaman, harda olursa olaq, şükür edəyək Rəbbimizə. Və bilək ki, neymətlər yalnız şükürlə artır. Bugün istəyərdim ki, qısa bir xatırlatma edim dəvətin əhəmiyyəti haqqında. Çünki hər birimiz dəvətçiyik. Yəni, dəvət etmək üçün haranısa bitirməyə ehtiyac yoxdur. Təbii ki, bitirmək gözəl olar, oxumaq gözəldir. Ancaq insan öz evində belə dəvətçi sayılır. Öz evində ailəsinə, övladlarına, yaxınlarına, qohumlarına, ətrafına dəvət etmək, onlara haqqı onlara çatdırmaq hər bir müsəlmanın üzərində bir haqdır, möhtərəm qardaşlar. Bir çoxlarımız bundan qafil qalırıq. Və düşünün ki, hər birimizin üzərində müəyyən haqlar var. Əgər sən Allahın dinini öyrənmisənsə, Allahın dinini yaşayırsan və yaşamağa çalışırsan, ancaq ətrafında olan insanlara heç nə öyrətmirsən. Bu insanın halı necədir? Əlbəttə ki, bu insan təhlükədədir. Nə üçün? Çünki əgər sən haqqı bilirsənsə və bu gözəlliyi, İslamın gözəlliyini öyrənmisən, yaşamağa çalışırsan, ancaq səninlə daimi bir yerdə olan övladlarına, ailənə, qohumlarına, qonşularına bu gözəllikləri çatdırmırsansa, deməli, qiyamət günü Rəbbin səndən bunu soruşacaq. Deyəcək, ey filan kəs, sən yaşadın, bacardığın qədər ibadət də etdin, namaz qıldın, oruç tutdun, zəkat verdin, xeyir əməllər etdin, ancaq ətrafında olan insanlara heç nə öyrətmədin. Ona görə istədim ki, bu gözəl mövzuya qısa da olsa toxunum. İlk növbədə bu Peyğəmbərlərin mirasıdır, möhtərəm qardaşlar. Peyğəmbərlərin mirası pulla, malla olmayıb da, bilirsiniz. Onlar, Peyğəmbərlər, ləm yuvarrithu dinaran və lə dirhəmə. Peyğəmbərlər nə dinar, nə dirhəm miras buraxmazdılar. Və innəmə varrathu əl-ilm.
Onlar yalnız elmi miras bırakıblar. Onun üçün də hər birimiz bu gözəl yolu, bu gözəl dini Allah və Rəsulunun buyurduğu kimi insanlara çatdırmalıyıq. Burada müəyyən əhəmiyyətli olan məsələlər var. Birincisi, insanların hidayətinə səbəb olmaq və onlara dinlərini öyrətmək. Dinlərini öyrətmək hansı ki, necə ki, dinimiz buyurub, Allah və Rəsulü buyurub. Onlara halalı, haramı öyrətmək və Allahın hüdudlarını onlara öyrətmək. İlk öncə ailəmizdən başlamalıyıq, övladlarımızdan başlamalıyıq. Hər bir ailə bir cəmiyyətin bir üzvüdür. Bugün biz ailəmizə, övladlarımıza öyrədərsək və gələcəkdə onlar da ətraflarına öyrənəcək və beləliklə də bu gözəl İslam dini yayılacaq. Və xüsusən də getdikcə fitnələr artır. Təkfir fitnəsi, xavariclər, hizbi fikirləri, cürbəcür radikal fikirlər artır. Sosial şəbəkələrdə görürsünüz ki, insanlar, gənclərimiz, cavanlarımız radikal yollara gedirlər. Və onun səbəbkarlarından bəziləri də bizik ki, az dəvət edirik. Onların əlindən tutmalıyıq və onlara düzgün yolu öyrətməliyik. Yəni, Allahın və Rəsulunun getdiyi düzgün yolu. Əgər sən onlara öyrətməzsən, mən öyrətməzsəm, onlar bir gün təkfirə düşəcəklər. Xavariclərin yoluna düşəcəklər. Müəyyən, radikal yollara düşəcəklər. Bunun da səbəbkarı biz ola bilərik. Bizə də bir pay düşür buradan. Nəyə görə? Çünki çalışmalıyıq ki, hər gün, hər gecə gündüz biz cavanlarımızı, gənclərimizi bu yoldan çəkindirək. Onlara Allah Rəsulunun yolunu öyrədək. Necə ki, Allah Rəsulunun yolu ən gözəl yoldur. Bizlərə dinimizi gözəl şəkildə çatdırıb Allah Rəsulü. Və bu gözəllikləri onlara çatdırmalıyıq. Əks təqdirdə onlar başqa yerlərdən başqa xoşa gəlməz əqidələr, firqələr və radikal yollar öyrənəcəklər. Ona görə bu mühüm bir məsələdir. Mühüm bir mövzudur ki, gənclərimizə, cavanlarımıza və ətrafımıza hər zaman bu dinin gözəlliklərini öyrədək. Sonra möhtərəm qardaşlar, onlara İslam dininin əxlaqını öyrədək. Çünki İslam dini əxlaqla yayılıb. Bilirsiniz, Allah Resulü sallallahu aleyhi və səlləm hər zaman əxlaqı tövsiyə edərdi. Əgər müsəlmanın, müminin əxlaqı olmazsa, onun dəvəti də heç bir nəticə verməz. Ən çox dəvət əxlaqla olur, əməllə olur. Olar ki, sən saatlarla, aylarla, illərlə dəvət edəsən, ancaq sənin etdiyin əməlinə görə sənin dəvətin fayda verməsin. Ona görə birinci, dəvətçi əxlaqını gözəl tutmalıdır, möhtərəm qardaşlar. Ki, o insanlara fayda verə bilsin. Və dəvətçidə müəyyən sifətlər var. İstəyirəm ki, onları da xatırlayayım ki, çalışaq ki, onlara sahib olmağa çalışaq ki, dəvətimizdə nəticə olsun. Etdiyimiz sözdə xeyir, bərəkət olsun. İlk öncə, möhtərəm qardaşlar, bir dəvət edən insan
Allahın dininə və Resul Muhammed sallallahu aleyhi və səlləmin yoluna çağıran bir insan birinci bir şeyə diqqət etməlidir. Ən əsaslarını xatırlayacaq inşallah. Necə ki, alimlər yığıblar, tərtib ediblər və çox gözəl fayda var onu bilməkdə. Birincisi, dəvət edərkən ixlasla. İxlasla dəvət etməlisən ki, o dəvətində fayda olsun və insanlar səni qəbul etsin. Əgər, möhtərəm qardaşlar, etdiyin dəvətdə ixlas olmazsa, onu qəbul etməzlər. O insanlar tərəfdən qəbul olunmaz. Ona görə mühüm məsələdir ki, birinci niyyətimizi yeniləməliyik. Dəvət edərkən niyyəti yeniləməlisən. Bəzən olur ki, möhtərəm qardaşlar, bəzi qardaşlar şikayət edirlər ki, nə qədər çağırıram, nə qədər dəvət edirəm, nə qədər danışıram, nəticə ala bilmirəm. Ona görə buyurulur ki, belə məqamda niyyəti yenilə. Niyyətini yenilə və bil ki, nə üçün dəvət edirsən və nəyə çağırırsan. Və bunda sənin niyyətin nədir? Buna deyirlər ixlas. Hər bir şeyin başında niyyət və ixlas önəmlidir. Əgər sən düzgün niyyətlə başlayarsansa, hətta övladına belə, həyat yoldaşına belə, əqrabana, qohum əqrabana, yaxınlarına başlayarkən ixlasla. Allahdan istəmək ki, onların hidayətinə, onların haqqı tanımağına səbəb olun. Və gözəl bir niyyətlə addım atarsan, onda görərsən ki, nəticə olur və səni qəbul edirlər. İkincisi, möhtərəm qardaşlar, dəvət edərkən diqqət edəcəyimiz və dəvətçidə olan sifətlərdən birisi də ən yəkuna sahibu basira. Yəni, basirət sahibi olmalıdır. Yəni, məsələləri bilməlidir və görməlidir. Kör-köranə dəvət edərsə, çağırarsa, onda nəticə ala bilməz. Nəyə görə bir çox insanlar nəticə ala bilmirəm? Çünki bu vəsifləri özündə əhatə etmir. Birinci, edəcəyin, o əhkamları bilməlisən. Dəvət edəcəyin məsələləri dəlili ilə, sübutu ilə, əsası ilə əsaslandırmalısan. Yoxsa o nəticə verməz. Düzgün üslub seçməlisən. Düzgün metod seçməlisən. Sonra möhtərəm qardaşlar, üçüncüsü ən yekuna həkimən fi dəvəti. Hikmətli olmaq. Bu mühüm mövzudur. Çünki hər birimizin ailəsində də, ətrafında da, qonşusunda da ibadət eləməyən insanlar çoxdur. Biz də ona səbəb ola bilməmişik. Ona görə də bu sifətləri çalışıb əldə eləmək və dəvəti daha gözəl şəkildə insanlara çatdırmamıza səbəb ola bilər. Yəni, dəvət edərkən, möhtərəm qardaşlar, üçüncüsü hikmətli olmaq. Bu da gözəl sifətlərdən birisidir. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Ud'u ilə səbili rabbikə bil hikməti vəl mu'izatil həsən. Dəvət edərkən hikmətlə dəvət et. Vəl mu'izatil həsənə, gözəl sözlə. Və cədilhum billəti hiyə əhsən. Və gözəl mücadilə ilə. Yəni, gözəl münaqişə ilə. Yəni, hətta münaqişə etsən belə gözəl şəkildə. Və dəvət edərkən həlim olmaq, şəfqətli olmaq,
Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mə kânə rifqu fi şeyin illə şânə." Rifq elə bir şeydə olmadı ki, onu gözəlləşdirməsin. "Və mə nuzi'a min şeyin illə şânə." Nədən rifq, mərhəmət, şəfqət qalxarsa, o nə olar möhtərəm qardaşlar? O məhv olar. Əgər sən bir yerdə dəvət aparırsansa, şiddətlə, qışqırla, bağırla, insanların üstünə qışqırırsan, vallahi o nəticə verməz. Heç vaxt orada nəticə gözləmə. Əgər şəfqət olmazsa, yumuşaqlıq olmazsa, sən kim olursan ol. İstəyirsən güclü idmançı da ola bilərsən, pul sahibi də ola bilərsən, şan şöhrət sahibi də ola bilərsən, sən tanınmış bir adam da ola bilərsən, ancaq onlar heç biri sənə əsas vermir ki, insanların üzərinə bu şəkildə gedəsən. Yəni onlara qışqırasan, onlara səsini qaldırasan, onlara xoşa gəlməz sözlər deyəsən. Bunlar heç biri sənə əsas verir, heç birimizə əsas vermir. Ona görə Allah Subhanahu wa Taala nə buyurdu Rəbbimiz Allah Rəsuluna? وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ. Ey Muhammed, yəni sən qəliz qəlbli olsan, hər kəs ətrafından qaçar. Ona görə Allah Rəsuluna buyurdu ki, həlim olmalı. Çünki o dəvətçilərin başçısıydı. Və nəticə də əldə elədi. Nəticə də qazandı. Nə ilə? Şəfqətlə, mərhəmətlə. Rəbbimiz də buyurdu ki, belə et. Çünki bizi yaradan Rəbbimiz bizi bilir. Bilir ki, insanlar nəyə ehtiyacı var və necə olmalıdır. Ona görə bu da mühüm məsələlərdən birisidir ki, əgər qəliz bir yol seçərsənsə, qəliz bir yanaşma edərsənsə, bu nəticə verməz. Dinimiz hətta gözəl bir təbəssümü belə bizlərə təşviq edir. Təbəssüm etmək çətin bir şey deyil. Təbəssüm etmək dəvətdə və hər bir zaman möminə yaraşan sifətlərdəndir. Nə deyir Allah Resulü sallallahu aleyhi və səlləm? İbtisamuka vəchuhu əxikə sadaqa. Qardaşının üzərinə təbəssüm etməyin sədəqədir. Artıq sən təbəssüm etməklə, gözəl davranışla sən onu qazandın. Sən onu əldə etdin və ondan sonra artıq gözəl şəkildə Allah və Rasulunun yolunu ona aşılıya çatdıra bilərsən. Ona görə düzgün yanaşmalısan. Sonra möhtərəm qardaşlar, dördüncüsü edəcəyimiz ən gözəl dəvətdə yollardan birisi də, yəni dəvətçinin vəsflənəcəyi ən gözəl sifətlərdən birisi də ən yəkuna sadiqan və əminən. Sadiq olmalıdır. Möhtərəm qardaşlar, doğru danışan olmalıdır. Əgər sən ailəndə, nəslində bir yalancı kimi tanınmısansa, vallahi səndən heç nə qəbul eləməzdir. Bütün nəsil səndən heç nə qəbul eləməz. Qonşular səndən heç nə qəbul eləməz. Əgər səndə yalan danışmaq xisləti varsa, düşünün ki, Allah Resulü sallallahu aleyhi və səlləm cahiliyyə dönəmindən əmin sifətini qazanmışdı. Hələ İslam gəlməmişdi, möhtərəm qardaşlar. O zamandan nə deyərdilər? Muhammed əl-Əmin. Əmin. Hətta gətirərdilər ona, öz qiymətli mallarını ona əmanət edərdilər. Çünki bilirdilər ki, ona xəyanət eləməz. Ona görə ən yəkuna sadiqan və əminən. Bir sadiq olmalısan, düzgün danışan olmalısan və ikincisi də nədir möhtərəm qardaşlar? Əmin olmalısan. Bu iki sifət çox əzəmətli bir sifətdir. Sən düşün ki, sən qonşularda, yaşadığın məhəllədə, yaşadığın toplumda səni əmin olmayan birisi kimi tanısalar, sən dünyanın
ən yüksək universitetlərini qutarsan belə, ən gözəl diplomları əldə etsən belə, əgər sən əmin deyilsənsə, o diplomların sənə heç bir nəticəsi yoxdur, faydası yoxdur. Onlar sənə heç bir fayda verməz. Yəni, sənin, görün necə bir sifətdir, adi bir əminlik, dillə deyilərkən, balaca bir sifətə, balaca bir vəsfə oxşuyur. Ancaq görün ki, sən kim olursan ol, o sifətə yiyələnməmisənsə, sənin sözünün heç bir keçəri, əsəri ola bilməz. Ona görə Allah Rəsulü əmin adlanardı. Və doğru, başqa bir hədisdə Allah Rəsulü deyir ki, müsəlman ola bilər ayağı sürüşər, hansısa günahı edər, ancaq yalan danışmaz. Heç zaman yalan danışmaz. Əgər bir dəfə yalan danışa bilirsənsə, deməli, sən bu sifətə sahibsən. Təbii ki, yəni səbəbsiz olaraq ola bilər insan birdən bilmədən ola bilər, elə bir hal ola bilər. Ancaq ki, yalan, açıq yalan danışan bir insanın dəvətdə yeri yoxdur. O heç bir nəticə əldə edə bilməz. Ona görə Allah Rəsulü deyir ki, mömin yalan danışmaz. Orada günahları sayır. Deyir, bunu da edə bilər, bunu da edə bilər. Birdən, bilmədən, günah, heç bir günah. Günah hamısı günahdır. Günah etmək olmaz. Günah böyük, günahın böyük də cəzası var. Aleykümselam. Ancaq, möhtərəm qardaşlar, əgər sən yalan danışarsansa artıq sənin heç bir dəvətində, heç bir sözündə bərəkət olmaz, bəhrə olmaz, nəticə olmaz. Ona görə buna diqqət etməliyik. Xüsusən də ticarətdə, möhtərəm qardaşlar. Çox insanlar həyatda görürsən, özünü qoruyur. Ancaq ticarətdə qoruya bilmir. Ticarət ağırdır. Hər birimiz də, aleykümselam, ticarət edirik. Hər kəs nəsə alır, satır. Ancaq ticarətdə insan özünü qoruması daha çətindir. Nə deyir Allah Resulü sallallahu aleyhi və səlləm? Ət-təcirus sadiq. Bir doğru danışan tacir. Kimlərlə bir yerdə olacaq qiyamət günü? Nəbiyyinə və sıddiqinə və şühədai və salihin. 4 ən uca sinif insanlarla qiyamət günü bir sırada dayanacaq. Peyğəmbərlərlə, şəhidlərlə, siddiqlərlə və salihlərlə bir sırada həşr olunacaq. Ona görə doğru danışmağın, görün necə böyük, hətta böyük bir mal da itirsən, pul da itirsən, bil ki, Allah onun əvəzini verəcək və bərəkəti də çox olacaq. İnsan bəzən nəsə satarkən, görürsən hansısa eybi deməyə şeytan ona izin vermir. Onu qorxuzur. Bir-birdən deyərsən, malın satılmaz. O artıq Allahın ruzi verən sifətinə tam iman gətirməməyin bir göstəricisidir. Çünki ruzini verən Allahdır. Sən yalan, sən düzgün danışmaqla vallahi sən heç nə itirə bilməzsən. Zahirən görə bilərsən nəyisə itirdin. Ancaq onun Allah əvəzini də verəcək və onun bərəkətini də verəcək. Başqa bir hədisdə Allah Resulü nə deyir? Ət-tuccaru fuccar illə mən rahiməhullah. Deyir, tacirlər facirlərdir, günahkarlardır Allahın rəhm etdiklərindən başqa. Ona görə ticarətdə doğru olmaq daha çətindir. Ona görə tacir qardaşlarımız da, ticarət edən insanlar da diqqətli olmalıdırlar. Satdığın malı ən xırda detalına qədər bilirsənsə əgər, onu bəyan etməlisən. Bilmirsənsə məsuliyyət daşımırsan. Bilirsənsə bəyan etmək üzərində haqdır. Əgər bəyan etməzsən, qiyamət günü sorulacaqsan. Çünki o haqdır, o itmir.
Ola bilər bugün pul qazandın, ancaq ki, sabahsı gün onu qul haqqını ödəyə bilməyəcəksən. Və ən dəhşətlisi də sənin edəcəyin dəvətə xələl gətirir. Dəvətini qəbul olunmur. Sən artıq doğru danışan sifətindən uzaqda qalırsan. O sifətdən məhrum olursan. Ona görə dəvət edən insanın da ən gözəl sifətlərindən birisi də nə oldu? Dördüncüsü, doğru və əmin olmalıdır. Doğru danışan, sadiq və əmin olmalıdır. Sonra möhtərəm qardaşlar, iki sifət qaldı. Onları da xatırlayaq. Ən yəkuna mütəvaziən. Mütəvazi olmalıdır. İnsanlara üstdən aşağı baxmamalıdır. İnsanlara təkəbbürlənməməlidir. Əgər təkəbbürlü edərsə, ondan heç nə qəbul etməzlər. Və mütəsəmihən. Yəni mütəsəmihən, yəni bağışlamağı bilməlidir. Çünki mütəvazi olarkən insanlar ona yaxın olurlar. Əgər təkəbbürlü olarkən ondan qaçırlar. Sonra sonuncu isə muvafaqatul qavlu lil amel. Sözünlə əməli bir-birinin üst-üstə düşməlidir. Və bunlar dəvətçiyə lazım olan ən böyük sifətlərdir və bunlar yalnız hər bir müsəlmana aid olan bir məsələdir. Necə ki, əvvəldə də xatırladıq ki, hər birimiz dəvətçiyik. Burada olan hər kəs dəvətçidir. Evində, ailəsində, qonşusunda, qohumunda, ətrafında insanlara bu gözəl dini çatdırmaq onun üzərində haqdır və onu da çatdırarkən bu gözəl vəsifləri birinci özündə ehtiva etməlidir. Onları özündə qazanmalıdır, onlara riayət eləməlidir, onları qorumalıdır və ondan sonra da bu gözəl dinimizi insanlara çatdırmalıdır. Allah hər birimizi eşidib faydalananlardan etsin. Allah Subhanahu wa Ta'ala bizləri bu gözəl dini üzərində sabit etsin. Allah Subhanahu wa Ta'ala hər birimizi haqqı eşidib ona əməl etməyi müvəffəq etsin. Allah Subhanahu wa Ta'ala ölkəmizi qorusun. Allah Subhanahu wa Ta'ala daim bu gözəl diyarımızı əmin-aman etsin. Allah Subhanahu wa Ta'ala bizim bu əmin-amanlığımıza səbəb olan şəhidlərimizin günahlarını bağışlasın. Qazilərimizə Allah Subhanahu wa Ta'ala şəfa versin. Allah Subhanahu wa Ta'ala dövlət başçımızı qorusun. Onu xeyir işlərdə sabit eləsin, xeyir işlərə müvəffəq eləsin. Allah Subhanahu wa Ta'ala ölkəmizə və müsəlman ölkələrinə şər eləmək istəyənləri onları öz başlarını özlərinə qarışdırsın. Allah əmin-amanlığımızı daim etsin. Allah Subhanahu wa Ta'ala bizləri bu gözəl neymətlərdən məhrum etməsin. Allah hər birimizi eşidib faydalanlardan etsin. Sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed. Allah razı olsun.